Elcan İbadov. Atamın sahibkarlığında və istifadəsində olan əmlakı ələ keçirməyə çalışırlar. İbadov. Məmmədəmin Rəsulzadənin nəvəsi olan bu şəxs saxta sənədlərlə həm əmlakı, həm də ailəmin nüfuzunu hədəf alıb. 28 sentyabr 2025-ci il tarixində Bakı News Aza müraciət edən Elcan İbadov bildirib ki, 1973-cü ildən ailəsinin sahibkarlığında və istifadəsində olan zirzəmə haqqında yayılan məlumatlar yalan və böhtan xarakteri daşıyır. Onun sözlərinə görə məqsəd mərhum atasına məxsus əmlakı saxta sənədlərlə ələ keçirməkdir. İbadov deyir ki, Rəsulzadə soyadlı şəxs zirzəminin güya siyasi repressiyalar idarəsinə aid olduğunu və hətta bir müddət assosiasiya fəaliyyətini də orada apardığını iddia edir. Halbuki ətraf sakinlər və qocaman əhali redaksiyamızda söhbətlərində Elcan İbadovun dediklərini təsdiqləyiblər. Məsələni daha da diqqətə layiq edən məqam isə odur ki, bu şəxsin Azərbaycanın görkəmli dövlət xadimi Məmmədəmin Rəsulzadənin nəvəsi olduğu məlum olub. Elcan İbadov hesab edir ki, onun bu addımı həm atasının sahibkarlığında və istifadəsində olan əmlakına qəsd, həm də xalqın gözündə ucalmış bir şəxsin adına və nüfuzuna xələl gətirən əməl kimi dəyərləndirilməlidir. Elə bilirlər ki, 1992-ci ilə aid saxta sənəd gətirməklə atamın əmlakını əlimdən ala biləcəklər. Amma 1972-ci ildən bu günə qədər bu zirzəmə bizim ailənin sahibkarlığında və istifadəsində olub. Bu şəxsin həm sənədləri haradan və necə əldə etməsi araşdırılmalıdır deyə Elcan İbadov bildirir. O əlavə edib ki, Rəsulzadənin maraqları təkcə əmlakı mənimsəməklə məhdudlaşmır, həm də ailəsini cəmiyyətdə ləkələməyə yönəlib. İbadov Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edərək saxta sənədlərin araşdırılmasını, əmlak mübahisəsinin qanuni çərçivədə həllini və bu işdə günahkarların məsuliyyətə cəlb edilməsini xahiş edir. Məsələ ilə bağlı qarşı tərəfin Rəsulzadənin mövqeyini öyrənməyə çalışırıq. Onun cavabı əldə edilən kimi oxucularımızın diqqətinə çatdıracağıq. Sabahınız xeyir. Mənim adım Elcan İbadovdur. Bu deməli gördüyünüz zirzəmi hal-hazırda çəkirəm, düşə-düşə aşağı gedirəm. Deməli, bu zirzəmi gördüyünüz kimi boşdur. Yəni ki, 72-ci ildən bəri rəhmətli atam, anam olmaqla bizim ailəyə məhsul olub. Gördüyünüz kimi, yəni hal-hazırda, yəni təmirsiz bir vəziyyətdədir. Və deməli, sözümün qüvvəti nədir? Burada heç vaxtı, indi bağışın, işıq olmadığı yerlərdə, bəzi yerlər belə qaranlıq çıxır, işıq sat yoxdur deyə. Burada heç vaxtı, yəni siyasi repressiya idarəsi olmayıb. Bunu mən nəyə görə deyirəm? Hansısa Rais Rəsulzadə adında şəxs deyir ki, güya burada siyasi repressiya olub, nə olub? Buranı hansısa xoşa gəlməyən yolla deməli, bura sahib çıxmaq istəyir. Halbuki bura 72-ci illərdən bəri bizim ailəyə məxsus olub, hal-hazırda da bizdədir. Yəni, buna aid olan məndə aidiyyəti orqanlardan sənədlər də var. Amma onun özündə Bakı şəhərinin 92-ci il məlum olmayan bir sənəd də var. O sənədlər o sənəd ona nə əsasında verilib, onu sübut edən əlində sənədlər yoxdur. Sadəcə olaraq bütün bunları göstərirəm ki, bax, görərsiniz, burada heç vaxtı siyasi repressiya deyilən şey olmayıb. Zəhmət olmasa baxa bilərsiniz. Yəni, əgər burada bu deyilən şey olsaydı, idarənin, nə bilim, sənədləri olar, şkafı olar, nə bilim, nəyi olar. Sadəcə olaraq bu quldurluq yolu ilə buranı, deməli, bizə şantaj eləməklə götürmək istəyir. Bir yax yuxarıda qeyd elədiyim kimi, hansısa Bakı şəhər icra hakimiyyətinin hansısa 92-ci il sənədi var. O sənəd ona nəyə görə verilib? O sənədin heç bir əsas sənədləri, sübut sənədləri ümumiyyətlə yoxdur. Sadəcə olaraq bütün bunları göstərirəm ki, o boyda Rəsulzadənin adından istifadə edib, bax, belə şantaj işlərlə məşğuldur. Yəni, bunu adiyyəti orqanlara bir daha göstərirəm ki, baxın, görün,
necədir. Görün burada bir repressiya ait bir şkafı varmı? Utanmadan, yalandan bax belə şayələr yazır. İndi kakraz gəldiyim kimi də təzdən çıxıram. Yəni bütün incəlikləri göstərirəm. Bu dəmir reşotkada hələ rəhmətli atamın dövründən düzəldilib. Düzdür. Sonra 19-cu ildə burada binada restavrasiya edəndə tikinti şirkəti də restavrasiya eləmişdir. Yəni hal-hazırda indi çıxıram. Girdiyim kimi bütün bunları sizə göstərirəm ki, biləsiniz. Diqqətinizə görə çox sağ olasın.